Salam əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Bugün biz Azərbaycan tarixində Səfəvilərin Ərdəbil hakimliyi mövzusuna diqqət yetirəcəyik. İlk öncə gəlin xəritədə Ərdəbil ərazisinə baxaq. Ərdəbil ərazisində Sufi Dərviş təriqətinin yaranmasından danışacağıq. 13-cü əsrin sonunda Ərdəbildə Səfəvi Sufi Dərviş təriqəti yaranmışdı. Sufi Dərviş təriqətinin əsası Şeyx Səfiyyəddin İsaq Əl-Musəvi tərəfindən qoyulmuşdu. Mənbələrdə Şeyx Səfiyyəddin, mənbələrdə Türk biri adlandırılırdı və həmin təriqət, yəni Sufi Dərviş təriqəti Şiəlik təriqətini təbliğ edirdi. 13-cü əsrdə Monqol istilası dövründə, yəni yarandığı dövrdə Ərdəbildə Sufi Dərviş təriqətinin elə yarandığı əsrdə, 13-cü əsrdə həmin təriqətdə və yaxud da Səfəvi sülaləsində bir yüksəliş baş verir. Yüksəlişin baş verməsində əsas səbəblərindən biri o idi ki, bu şiələr, yəni bu Sufi Dərviş təriqəti yerli xalqın tələbini, oturaq əhalinin tələbini ifadə edirdi. Və həmin şiə təriqətinin tərəfdarları və yaxud da onun ardıcılları Azərbaycanda və Şərq ölkələrində xalqın ağır vəziyyətinin olmasını, ağır vəziyyətinin səbəbini sünnilərdə görürdülər, sünni təriqətində görürdülər və sünni hökmdarlarda görürdülər və sünni olan ölkələri qeyri-qanuni ölkələr adlandırırdılar. Sufi Dərviş təriqəti harda yarandı? Ərdəbildə neçənci əsrdə? 13-cü əsrdə. Ərdəbil hakimliyi dövrdə 13-cü əsrdən başlayır, 1501-ci ilə qədər davam etmişdi. Sufi Dərviş təriqəti 14-cü əsrdə və yaxud da Səfəvi şeyxlər də deyə bilərik. Səfəvi şeyxlərinin 14-15-ci əsrdə nüfuzu daha da artır. Ərdəbildə hakim kimi mövqeləri daha da möhkəmlənir. Ardıcıllarının sayı 14-15-ci əsrdədir, daha da artır. Hətta təkcə Azərbaycanda yox deyir, başqa ölkələrdə də bu Səfəvi şeyxlərinin və yaxud da bu şiə təriqətinin ardıcılları günü-gündən artırdı. Azərbaycanda, Kiçik Asiyada, Suriyada və İraqda günü-gündən ardıcılları, Səfəvi şeyxlərinin ardıcılları çoxalır və onlar öz ölkələrində, bu ölkələrdə, yəni Kiçik Asiyada, İraqda, Suriyada nüfuzlu din xadimi kimi şöhrət qazandılar deyir. Gəlirik Səfəvi Ərdəbil hakimliyində Şeyx Cüneydin hakimiyyəti dövrünə. Şeyx Cüneydin hakimiyyəti dövrünü gəlin qeyd edək. İlk öncə Cüneydin adını yazım. Cüneyd hakimiyyətdə 1447-də 1460-cı ilə qədər hakimiyyətdə olmuşdur. Gəlin baxaq, Şeyx Cüneydin Azərbaycanda hakimiyyətdə olduğu vaxtda, Ərdəbildə hakimiyyətdə olduğu vaxtda Azərbaycanda hansı dövlət, hansı hakimliyi var və yaxud da ki, yaxınlığında başqa hansı dövlət var idi? Deməli, biz deyirik ki, gəlin Təbrizi tutaq buradan. Deyirik ki, Təbrizdə həmin dövrdə, yəni Ərdəbil hakimliyinə görürsünüz nə qədər yaxındır. Bu zaman Təbriz 1447-ci ildə Azərbaycanda hansı dövlət mövcud idi? Hansı ki, 1468-ə qədər mövcud olmuşdu. Əlbəttə ki, Qaraqoyunlu dövləti. Qaraqoyunlu dövlətini bu zaman Cahanşah idarə edirdi. Cahanşah. Biz bilirik ki, Cahanşahı hakimiyyətə kim gətirmişdi? Şahrux gətirmişdi. Azərbaycanın şimalında isə Şirvanşahlar dövləti var idi. Şirvanşahlar dövlətində 1-ci Xəlilullah idarə edirdi. 1-ci Xəlilullah 1-ci İbrahimdən sonra hakimiyyətə gələn Şirvan hakimi idi. Və onu da qeyd edək ki, Diyarbəkir ərazisində də hansı bəylik yaranmışdı və yaxud da hansı bəylik mövcud idi? Diyarbəkirdə də Ağqoyunlu bəyliyi mövcud idi və Ağqoyunlu bəyliyini də Uzun Həsən idarə edirdi. Ağqoyunlu yazaq. Uzun Həsən idarə edir. Bura Uzun Həsən. Əla. Və biz nəyə diqqət yetiririk? Deyirik ki, Şeyx Cüneyd sünni hökmdarlarına qarşı təbliğat aparırdı. Və onun da günü-gündən deyir, ardıcıllarının sayı artırdı. Və bir çox tayfalar deyir, Şeyx Cüneyd öz ətrafında birləşdirərək daha da möhkəmlənmişdi. Hansı ki, Şamlı, Rumlu, Ustaçlı, Təkəli, Əfşar, Qacar tayfalarını öz ətrafında birləşdirib daha da hərbi qüvvəsini artırmağı bacarmışdı. Lakin onun nüfuzunun artması, baxın, yaxınlığında olan hansı ki, paytaxtı Təbriz hansı dövlətdir? Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahı narahat etdi. Və Cahanşah Şeyx Cüneydə tələb etdi ki,
Ərdəbili tərk etsin. Şeyx Cüneyd hakimiyyətə gəldiyi neçənci ildir? 1447. 2 il sonra Şeyx Cüneyd deyir ki, Ərdəbili tərk edir. Ərdəbili tərk etməsinin səbəbi fikirləşir ki, Azərbaycandan Ərdəbildən çıxıb getsin, öz gücünü, qüvvətini artırsın və geri qayıdaraq Cahanşaha qarşı mübarizə aparsın. Bəli, o deyir ki, Suriyada olur, Misirdə olur, Mesopotamiyada öz tərəfdarlarının sayını artırmağı bacarır. Həmçinin Şeyx Cüneyd bu dövrdə, yəni qovulandan sonra Şeyx Cüneyd Ağqoyunlu bəyliyinin bəyliyi ilə qohum olur. Uzun Həsənin bacısı Xədicə Bikə ilə ailə həyatı qurmuşdu. Yəni Cüneydin Ağqoyunlu Uzun Həsənlə münasibətləri yaxşı olmuşdur. Lakin Şirvanşah 1-ci Xəlilullah və Cahanşahla münasibətləri heç də yaxşı olmamışdı. Və 1400 fikir verdik. Deməli, Ağqoyunlu Səfəvi ittifaqı möhkəmlənir, qohum olurlar. 1460-cı ildə Səfəvilər, yəni Şeyx Cüneyd Dağıstana və Şirvana yürüş edir. Dağıstana və Şirvana yürüş edəndə gördüyümüz bu Cahanşah və 1-ci Xəlilullah Şeyx Cüneydə qarşı birləşirlər və Şeyx Cüneydi Samur çayı sahilindəki döyüşdə 1460-cı ildə öldürürlər. Cahanşahın ceysindən, Şeyx Cüneydin ceysindən yadda saxlaya bilərsiniz. Şeyx Cüneyd Qaraqoyunlu hökmdarı Cahanşaha qarşı mübarizə aparıb, o cümlədən Xəlullahla mübarizə aparıb və mübarizədə Şeyx Cüneyd məğlub olub. 1460-cı ildə Samur çayı sahilində Şeyx Cüneyd öldürüldü. İndi gəlin baxaq, Şeyx Cüneyddən sonra hakimiyyətə kim gəlir? İlk öncə bu hissəni mən silim. Şeyx Cüneyddən sonra hakimiyyətə gəlməlidir Ərdəbil taxtına. Biz Ərdəbil taxtında Şeyx Heydəri görəcəyik. Şeyx Heydərdən danışacağıq indi. Şeyx Heydər 1460-1488-ci illərdə hakimiyyətdə olmuşdur və atası Şeyx Cüneyd kimi Ağqoyunluya gəlin gedək. Ağqoyunlu hardaydı? Diyarbəkirdə. Diyarbəkir, yəni Ağqoyunlu bəyliyi ilə qohumluq münasibətini atası Şeyx Cüneyd kimi davam etdirir. Həsən bəyin qızı Aləmşah xatunla evlənir və Ağqoyunlularla qohumluq münasibətini gücləndirmiş olur. Şeyx Heydərin hakimiyyət illərini gəlin qeyd edək. Şeyx Heydər hakimiyyətdə 1460-1488-ci illərdə olmuşdu və o qazı və sufi dəstələrini hərbi qaydada təşkil edir və Səfəvi tərəfdarları, Şeyx Heydər tərəfdarlarıdır. Başına 12 imamın şərəfinə qırmızı çalma qoyurdular və özlərini Qızılbaş adlandırmağa başladılar. Həsən bəylə biz dedik ki, qohum oldular. Elə deyilmi Şeyx Heydər və Şeyx Heydəri, Həsən bəy Şeyx Heydəri 1470-ci ildə Ərdəbil taxtına oturtdurdu. Və bundan sonra Şeyx Heydər qərara gəlir ki, baxın yuxarı şimala, Dağıstana, Şirvanşah ərazisinə deməli Şeyx Heydəri Ərdəbil taxtına kim oturtdurdu? Uzun Həsən. Neçənci ildə? 1470-ci ildə. Şeyx Heydər 1480-cı illərdən, 83-cü ildən başlayaraq şimala, yəni Şirvanşaha, Dağıstana və Şimali Qafqaza hücum etməyi planlaşdırır və həmin ərazilərə yürüş edərək öz tərəfdarlarını sayını artırır. Və bu zaman Azərbaycanda hansı dövlət var? Əlbəttə ki, Şirvanşahlar dövləti və Şirvanşahlar dövlətini bu zaman Fərrux Yasar idarə edirdi. Təbrizdə isə Ağqoyunlu dövləti var idi. Ağqoyunlu dövlətində Sultan Yaqub idarə edirdi. Yəni Yaqub, Şeyx Heydər şimala yürüş etməklə demək kimlərlə mübarizə apara bilərdi? Yaqub və Fərrux Yasarla mübarizə apara bilərdi. Biz Yaqubla Fərrux Yasarın da qohum olduğunu bilirik və Şeyx Heydərin şimala yürüş etməsi və mövqeyinin artması, nüfuzunun güclənməsi Yaqubu narahat edir və Yaqub Fərrux Yasarla birləşir. Fərrux Yasarla birləşərək Şeyx Heydəri 1488-ci ildə Şahdağı döyüşündə öldürürlər. Deməli, Şeyx Cüneyd Samur döyüşündə öldürüldü və Şeyx Cüneyd Samur döyüşündə öldürülür. Şeyx Heydər isə Şahdağı döyüşündə 1488-ci ildə öldürülür və Yaqub Paşa Ərdəbili işğal edir. Buradakı müridlərə divan tutur və Şeyx Heydərin oğlanları Sultanəli, İbrahim, İsmayılı İstəxir qalasında
Şirazda yerləşən İstəxir qalasında həbs eləyir. Buna da baxdıq, həbs olundu və biz görəcəyik ki, Sultan Yaqubun hakimiyyətinin başa çatmasından danışacağıq. Sultan Yaqub yenə də göstərək Ağqoyunlu dövlətini idarə edən bir hökmdar idi. Sultan Yaqub 1478-ci ildən 1490-cı ilə qədər Ağqoyunlu dövlətini idarə etmişdi. Sultan Yaqub Fərrux Yasarla birləşərək Şeyx Heydəri 1488-ci ildə Şahdağı döyüşündə öldürür. 1490-da Sultan Yaqub öldükdən sonra hakimiyyət uğrunda mübarizə başlayır və hakimiyyətə Baysunqur gəlir. Baysunqurun hakimiyyəti isə cəmi 2 il çəkir. Baysunqur 1490-1492-ci illərdə hakimiyyətdə olur. Və Baysunqurun beysindən yadda saxlayın demişdim ki, Baysunqur Bərdə döyüşündə taxtdan salınmışdı. Gəlin görək Baysunqur necə oldu taxtdan salındı? Çünki bunun Ərdəbil hakimliyi ilə yaxınlığı var və Ərdəbil hakimliyi ilə əlaqəsi var. Baysunqurun taxtdan salınması. Biz dedik ki, Şeyx Heydərin oğlanları hardaydı? İstəxir qalasında, Şirazda yerləşən İstəxir qalasında həbs olunmuşdu. Gəlin buranı da göstərək, Şiraz ərazisində göstərək, Şiraz ərazisində həbs olunmuşdu və Baysunqur zəif bir hökmdar idi və Rüstəm Mirzə də, Ağqoyunlu şəhzadəsi Rüstəm Mirzə də Baysunquru devirib hakimiyyəti ələ keçirmək istəyirdi. Ona görə də Rüstəm Mirzə özünə müttəfiq tapmaq üçün Şirazdakı Şeyx Heydərin Şirazdakı oğlanlarını həbsdən azad etdi. Şeyx Heydərin oğlanları Sultan Əlidən Rüstəm Mirzə kömək aldı. Sultan Əlidən kömək aldı və Sultan Əlinin köməkliyi ilə Rüstəm Mirzə 1492-ci ildə Baysunquru Bərdə döyüşündə kimi yadda saxlayın, Bərdə döyüşündə məğlub edərək hakimiyyəti ələ keçirdi. 1492-ci ildə taxta Ağqoyunluda kim çıxır? Rüstəm Mirzə çıxır. O kimin köməkliyi ilə hakimiyyəti ələ almışdı deyirik? Deyəcəyik ki, Sultan Əlinin köməkliyi ilə və Sultan Əlini də Ərdəbil hakimi kimi tanıyır və Ərdəbili, baxın, Rüstəm Mirzə 1492-ci ildə Ağqoyunlu dövlətini idarə etməyə başlayanda Sultan Əli də 1492-ci ildə Ərdəbil taxtında artıq oturur və yaxud da Sultan Əli Ərdəbilə qayıdır və müstəqil hakim kimi Ərdəbili idarə edir. Lakin Rüstəm Mirzə görür ki, Sultan Əlinin nüfuzu günü-gündən artır və 1494-cü ildə Şəməsi döyüşündə Sultan Əlini öldürür. Deməli, burada müharibələri belə yadda saxlayırıq. Samur döyüşü, Şeyx Cüneyd öldürüldü. Sonra gəlir Şahdağı döyüşü. Şahdağı döyüşündə qalib Şeyx Heydər öldürüldü. Bunu da Şırşı kimi yadda saxlaya bilərsiniz. Samur döyüşü, Şahdağı döyüşü, sonra yenə gəlir, yəni daha doğrusu gəlir, Şəməsi döyüşü. Şəməsi döyüşündə Sultan Əli öldürüldü. Belə yadda saxlaya bilərik. Və belə deyirik. Və Şəməsi döyüşündə Sultan Əli öldürülür və digər şəxslər təqib olunur, öldürülür. Bir dənə Şeyx İsmail Lahıcanda, Gilanda gizlədilir. Və Şeyx İsmail 1499-cu ildə Səfəvi ordenini 1499-cu ildə İsmailin əsas vəzifəsi Lahıcandan Ərdəbilə gəlir. Əsas vəzifəsi Səfəviyyə müridlərini qısa müddətdə bir araya gətirmək olur. Və 1500-cü ildə Qızılbaşlar Ərzincanda müşavirə keçirirlər. Müşavirədə qərara gəlir ki, Şeyx İsmail ilk qisasını kimdən alacaq? Onun atasını kim öldürmüşdü? Fərrux Yasar. Və Şeyx İsmail qərara gəlir ki, atasının qisasını alsın və Fərrux Yasarın üzərinə yürüş edir, Şirvana yürüş edir. Və 1500-cü ildə Gülüstan qalası yaxınlığındakı Cabanı döyüşündə Fərrux Yasarı öldürür. Və bundan sonra artıq Qızılbaşlar Şamaxını tutur və biz həmin dövrdə deyirik Şirvanşahları Şirvan qoşununu məğlub edir də, elə deyilmi? Fərrux Yasarı öldürür. Və Şirvanşahların həmin dövrdə xəzinəsi hardaydı? Xəzinəsi paytaxtda. Paytaxt haraydı? Bakı idi. Elə deyilmi? Hansı ki 1192-ci ildə Şirvanşahların paytaxtı Şamaxıda 1192-də zəlzələ baş verdikdən sonra paytaxt Bakıya köçürülmüşdü. 1501-ci ilin yazında Qızılbaşlar Bakı qalasını tuturlar və Şirvanşahların xəzinəsini ələ keçirirlər.
Yəni Şirvanşahların paytaxtını ələ keçirir. Sonra bu qələbədən sonra Qızılbaşlar Gürcüstanı mühasirəyə alsalar da, mühasirə zamanı eşidirlər ki, cənubdan, yəni Təbrizdən Əlvənd Mirzə hara gəlir? Şimala doğru irəliləyir. Əlvənd Mirzə Təbrizdə, Əlvənd Mirzə şimala doğru irəliləyir və şimala doğru yürüşün başlaması xəbərini eşidən İsmayıl qalanın mühasirəsini yarımçıq qoyur, dayandırır və Əlvənd Mirzə ilə mübarizəyə başlayır və Əlvənd Mirzə ilə mübarizə harda olacaqdı? 1501-ci ildə Şərur döyüşündə. 1501-ci ildə ortalarında Şərur döyüşü baş verir. Burada Əlvənd Mirzənin qoşunu Şeyx İsmayıl tərəfindən məğlubiyyətə uğradılır və Şərur döyüşündə Qızılbaşlar qalib gəlir və 1501-ci ilin payızında Şeyx İsmayıl Təbrizə daxil olur, özünü şah elan edir və Səfəvi dövlətini yaradır. Səfəvi dövlətinin ilk paytaxtı da Təbriz şəhəri olacaq. Gəlin xronologiyaya diqqət yetirək yenə. Ərdəbil hakimliyi neçənci əsrdə yaranıb? 13-cü əsrin sonunda, 14-15-ci əsrdə də Səfəvi şeyxlərinin nüfuzu daha da artır, mövqeləri möhkəmlənir. 1447-1460-cı illərdə hakimiyyətdə kim olmuşdu? 60-cı illərdə hakimiyyətdə Şeyx Cüneyd olur. Şeyx Cüneydə qarşı mübarizə aparan Şirvanşah 1-ci Xəlullah və Cahanşah olmuşdu. C.C. kimi yadda saxlayaq və Şeyx Cüneyd Samur döyüşündə 1460-da öldürüldü. 1470-ci ildə Ərdəbil taxtına kimi oturturdu Uzun Həsən? Şeyx Heydəri. Şeyx Heydər neçənci ildə şimala, Şirvana, Şimali Qafqaza, Dağıstana yürüş edir? 1483, 87, 88. Lakin o 88-ci il yürüşündə Sultan Yaqub və Fərrux Yasar birləşərək 88-də Şeyx Heydəri öldürdülər. 1488-də Şahdağda Şeyx Heydər öldürülür. Oğlanları isə həbs olunur. 1492-ci ildə hakimiyyətə Ağqoyunluda kim hakimiyyətə gəlir? Rüstəm Mirzə. Rüstəm Mirzə kimi devirərək hakimiyyətə gəlmişdi? Baysunquru Bərdə döyüşündə devirərək hakimiyyətə gəlir və kimin köməkliyi ilə istifadə etmişdi? Deyirik ki, Sultan Əlinin köməkliyi ilə hakimiyyətə gəlib Rüstəm və 1492-ci ildə də Sultanəli Ərdəbilə qayıda bilir. Və Sultanəli neçənci ildə öldürüldü? 1494-cü ildə Şəməsi döyüşündə öldürülür. 1499-cu ildə İsmayıl Lahıcandan Ərdəbilə gəlir. Əsas vəzifəsi də Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək və müridlərini bir araya toplamaq idi. 1500-cü ildə Ərzincanda müşavirə keçirildi. İlk zərbəni kimə vurdu? Şeyx Heydər öz atasını öldürən Fərrux Yasara. Hansı döyüş baş verdi? 1500-cü ilin payızında Gülüstan qalası yaxınında Cabanı döyüşü. Cabanı döyüşündə Şeyx Heydər yox, daha doğrusu Fərrux Yasar öldürüldü. 1501-ci ilin yazında hara getdi? Şirvanşahların Xəzdəsini ələ keçirməyə Bakıya getdi. Bakını tutdu və Xəzdəni ələ keçirdi. 1501-ci ilin payız ayında isə deyirik ki, Ağqoyunlu dövlətinin 1501-ci ilin ortasında Ağqoyunlu dövlətinin ortalarında Şərur döyüşündə Ağqoyunlu'nun birinci qoluna son qoyur və 1501-ci ildə payızında Təbrizə daxil olaraq Şeyx İsmayıl Səfəvi dövlətinin əsasını qoyur. İlk paytaxt da Təbriz olacaq. Bu qədər. Təşəkkür edirəm izlədiyinizə görə.